Qiyamətin əlamətlərindən biri buyurdu ki, Həzrəti Peyğəmbər Əkrəm budur ki, bir zaman gələr, insanlar pis işləri yaxşı kimi qəbul eləyərlər, yaxşı işləri pis kimi təqdim eləyərlər. Hələ bir zamanda mömin çox zirək olmalıdır, çox göz açıq olmalıdır. Bu günləri o qədər məsələləri misal çəkmək olar bunun barəsində. Bir dənə nümunəsini mən deyim məsələn. Bizim el dilimizdə məşhur bir söz var. Xeyir və şər. Adətən xeyir və şər nəyə deyirik biz? Xeyir-şər məclislərimiz. Xeyir toylarımıza deyirik, şər yaslarımıza deyirik. Bunlar uzun zaman təbliğlərin nəticəsində yerləri dəyişmiş məsələlərdir. Yaxşını pis kimi, pisi yaxşı kimi təqdim eləmə məsələsidir. O şər məclisi, adın qoyduğumuz məclisdə nə olur? Quran tilavət olunur, ölüyə rəhmət dilənir. İndi əgər bir ruhani varsa o məclisdə moizə eləyir, insanları haqqa dəvət eləyir. Ehsan olunur. Hamısı dinimizin göstərişləridir, bəli. O məclisin adını qoymuşuq şər məclisi. Orada şərdən əlamət yoxdur. Amma çox təəssüflər olsun ki, bu günləri toylarımızda ki, şərin hamısını cəm eləmişik, musiqi orada, naməhrəm orada, içki orada, qumar orada, hər nə fəsad düşün bugün orada, ona deyirik xeyir. Nə qədər məntiqlidir bu söz? Toy xeyir bir məsələdir, toyu dinimiz təşviq edir, amma xeyir olsun da o toyda, da şər olmasın. Da məsələn, orada içib bir-birinə söz deməsinlər, dava düşməsin, bıçaqlamasınlar, qan düşməsin. Gəliblər, yaxşını pis kimi təqdim ediblər, pisi yaxşı kimi təqdim ediblər.